Mən onu varda görürəm, yox. Mən onu görürəm toyda. Bəli, ləppək deyirəm, qoy qazansın. Çörək qazanır da, nə eləməlidir? O paylaşır Bakıdakı kəşfiyyata düşsün. O da götürüb Salih bəyci də görüb tanınmış simadı götürüb ürəyə qoyub. Mən onu görməmişəm. Mənə başqa adam, indi adını çəkmək istəmirəm də. O mənə atdı ki, az bu burada nə yazıb? Mən girib bunu çıxardanda uje screen elə olunmuşdu. Yoxsa mən qəbul eləmərəm. Siz görürsünüz. Bəlkə zamanla qız səhv edib. Məsələn, mən böyük olaraq deyərəm, qızım sən bunu düz eləməmsən, üzrünü istə. İnsandır da, ola bilər ailə dağılanda səhv olsun. Kim can deyir bir-birinə, hamının səhv olur. Angel döyürük biz. Biz mələk döyürük. Bugün Rəngiz Allah verdiği Çörəyi qazanan insana, mən kiməsə demədim sənətkardır sənə, heç özümə sənətkar demirəm. Bilirsiniz, kimsə gedib çörəyi qazanırsa, mənim ona nəsə deməyimin ixtiyarım yoxdur. Mənə deyərsən, məni barda görürsən, sən məni hansısa pis yerdə görürsən, sən məni toyda görürsən, konsertdə görürsən. İxtiyarım var söz deyim mən ona. Qoy qazansın. İnsan da yaşamalıdır, neynəməlidir? Burada bir dəqiqə Rühəngiz xanım. Deyir sizi Salih bəy düz yazıb. Salih bəy düz yazıbsa niyə sildi kommentini? Çünki anladı da, səhvini anladı. Yox, Salih müəllimdən çıxmayan şeydir o. İnanmazsın. Mən dəstəkləmirəm, yox. O başqa cür cavab verə bilərdi, yəni öyle oğlan deyil. Hayır, sən əsəbləşirsən canım mənim. Sən mənim dostumsan. Ben Rəngiz xanıma yaraşdırmıram sadəcə bu mövzu. Yox, sən onu deyə bilməzsən. Nə mövzunu? Yox. Cavad soy, qurban olum. Bu dəqiqə insan bir ekskavatoru gətirib yıxa bilər. Onu tikəndə ət münövrə tökürsən, dəndən mala qarışdırırsan, bir kurbi koyursan ki, qurusun gələn sabah o birisini, elə deyil həyatım. Biz əgər böyük olaraq uşaqlara dəstək olmuruqsa bizdən